Uşaqlar salam. Bu gün sizə uşaqların ən çox qarışdırdığı mutasiya dəyişkənliyinin iki növündən danışmaq istəyirəm. Biri gen mutasiyasıdır, yəni nöqtəvi mutasiya, digəri isə genom mutasiyasıdır. Bu iki mutasiya formasından ən geniş yayılanan nöqtəvi mutasiya, yəni gen mutasiyasıdır. DNT-nin nukleotit ardıcıllığında bir qüsur ortaya çıxdığı zaman bu xəstəliklər özünü biruzə verə bilir. Genom mutasiyası isə xromosomun say dəyişkənliyi ilə bağlı olur. İki forması var. Biri aneuploidiyadır, biri poliplodiyadır. Diplodiyanı daha çox seleksiyanın içərisində öyrənirik. Aneuploidiyaya gəldikdə isə bu xromosom sayının artması və yaxud azalması şəklində özünü göstərir. Gen mutasiyaları hansılardır? Məsəl üçün, bizim dediyimiz daltonizm, hemofiliya, autosom dominant, autosom resessiv xəstəliklər sırasında sadaladığımız xəstəliklər. Aneuploidiyaya hansılar misal göstərək? Shershevski-Turner sindromu. Bu sindrom zamanı qadın cinsində X cinsiyyət xromosomlarından biri əksik olur. Və yaxud Klinefelter sindromu. Bu sindrom zamanı isə kişi cinsində X xromosomlarından biri artıq olur. Shershevski-Turnerdə diploid dəstə 45 xromosom var, Klinefelterdə isə diploid dəstə 47 xromosom var. Və yaxud Down sindromu, Edwards sindromu, Patau sindromu. Bunlarda isə autosom xromosom bir vahid artıq olur. Yəni onların diploid dəsti 2-yə bərabər 47 olmuş olur. Əgər istəsəniz, YouTube kanalında Genetik Xəstəliklər 1, Genetik Xəstəliklər 2 adı altında mənim izahlarım var. Oradan daha ətraflı öyrənə bilərsiniz. Sağ olun.